Hamıya salam. Nəhayət ki, bu evdəki txopqanı qoşa bildim. Buradan dişim dibi şişib biraz. Bu sos nə qəşəngdir. Deməli nətər oldu? Kreker almışdım. Bərk. Mən də bərk kreker yemək olmazdı mənə. Dişlərim aynı bəddə. Oy, eləyən kimi. Gedirlər. Dünən axşam onun ağrısını yata bilməmişim. Mən aldığım məhsulların linkini deyirsiniz. Həmin linkləri sizin üçün ən optimal variant mənim kanalım var, WhatsApp kanalım. Həmin kanala qoşulmaqdır. Orada var. O kanalın linki də Instagramda bio hissədə var, yuxarıda var, görəcəksiniz. Səhifəmə girirsiniz. Orada görəsiniz. Hər dəfə mən storyda paylaşa bilmərəm. Aldığım günü paylaşıram, işte cəmaatı bezdirmək olmaz. Əslində mayonezlə ketçapa qarışdırmaq istəyirəm, evdə mayonez yox idi. Nəsə səs gəlirsə fış-fış, kondisionerdə. Özdə burada evdəki txopqa fanlıdır. Belə, fanla da belə. Obşu hər yerin qızardı. Ona dilin çözənə qədər da mənci mənə gəldi. Amma qəşəng pişib.